Əsas məqsədi Azərbaycanla Amerika arasında elm təhsil sahəsində körpünün qurulmasıdır. Çox gözəl ideyalar irəli sürüldü. Çalışacağıq ki, burada olan universitetlərlə, Amerikada çalışdığımız universitetlərlə, Azərbaycanda olan müxtəlif universitetlərlə arasında körpü qurulsun və elmi ideyaların bağlantısı yaransın. Bu universitetdə olan işləyən professorlarla və Azərbaycanda oxuyan tələbələr arasında, xüsusilə də ADA Universiteti, Xəzər Universiteti, Bakı Dövlət Universiteti arasında belə ideyalar irəli sürüldü. Yayda Azərbaycanda deyək ki, yay məktəbləri olsun və Azərbaycanda oxuyan tələbələr bura dəvət olunsunlar və burada müxtəlif kurslar verilsin. Azərbaycanlı professorlar tərəfindən və yaxud da Amerikada çalışan yerli professorlar tərəfindən burada müxtəlif kurslar verilsin və tələbələr də buradan öyrənsinlər. Və bir də gələcəkdə onların Amerikaya, əgər istəyirlərsə, Amerikaya, Avropaya təhsil üçün davam elətdirmək istəyirsə, burada bu professorlarla onlar arasında bir körpü yaransın. Məqsədlərdən biri də budur.